Знаю və могу fellərin arasında fərqini izah edirəm. Bu və digər 100 ən çox istifadə olunan felləri sizin üçün bir PDF-də yığmışam və bu həftənin axırına qədər onu sizə tamamilə ödənişsiz göndərə bilərəm. Sadəcə şərtdə PDF istəyirəm yazmağınız kifayətdir. Знаю, bilirəm, yəni ki, məlumatım var, xəbərim var və yaxud hər hansı bir dili bilirəm mənasında istifadə olunur. Necə ki, я знаю русский язык və yaxud я знаю, что ты говоришь неправду. Belə istifadə edə bilərsiniz. Я могу isə o da bilirəm, amma daha çox bacarıram. Burada daha çox fiziki bacarıqlar haqqında çox vaxtı deyilir və biz burada istifadə edə bilərik. Я могу плавать. Misal üçün. Yəni, mən üzə bilərəm. Görürsünüz, fiziki bacarıqlardan söhbət gedir. Bu %100 deyil, amma çox vaxtı bu formada onlar fərqlənirlər.